Salam hörmətli izləyicilər. Bu gün sizlərə müstəvilərə aid bir sualın izahını verəcəyəm. Keçək sualın şərtinə. Deyir ki, normalı n vektoru 2 -1 vektoru olan iki paralel müstəvi uyğun olaraq nöqtələrindən keçir. Bu müstəvilər arasındakı məsafəni deyir tapın. Əvvəla normalı budursa, yazıram 2x, müstəvinin tənini yazıram, üstə 2y, minus z, üstə yəni 1-dir, bərabərdə 0 şəklindədir. İndi həmin müstəvi hansı nöqtədən keçir? A nöqtəsindən keçir. Onda x, y, bu da z-dir. X-in qiyməti yerinə qoyaq. 2-ni 2-yə vurduq. Oldu 4. Üstə yəni 2y. Yəni ki, çıx 2. Minus z-dir. Minus 5 üzərinə gələnsin deyib bərabərdir 0-a. 4-dən 2 çıxıram. 2 qalar. 2-dən 5 çıxdım. -3 deyir. Birincidə deməli d nəyə bərabərdir? 3-ə bərabərdir. Deməli, birinci müstəvinin tənliyi d1 deyirəm. 2x üstə gəlinsin. 2y minus z plus 3 bərabərdə 0 şəklindədir. İndi həmin bu müstəvi yenə də bu nöqtədən keçir axı. Ona görə də x-in, y-in, z-in qiymətlərini yerinə yazaq. 2-ni -1-ə vuranda olur -2. 2y. 2-ni 2-yə vuranda oldu 4. Minus z. Burada bir minus var, burada da bir mənfi var. Edir müsbət 10 plus d bərabərdir 0-a. İndi -2 üstə 4 edir 2 üstə 10. 12 d bərabər neçə olur buradan? -12 olur. Deməli D2 müstəvisi də özü 2x üstə gəlsin 2y çıx z minus 12 bərabərdir 0 şəklindədir. İndi bu müstəvilər arasındakı məsafə necə tapırıq? Tutaq ki, bir el olsun həmin məsafə. Modul -12 çıxılsın. Bax, bu müstəvilərdən söhbət gedir də. C2 çıx C1. -12 çıx 3. Yazıram -12 çıx 3. Bölünsün. Kökün altında 2-nin kvadratı plus bu 2-nin kvadratı plus -1-in kvadratına. -1 də burada olur da yazılmış. Bərabərdir. -12 çıx -3 -15 modulu müsbət 15 edir. 2-nin kvadratı 4, bu da 4-dir, plus 1-dir. 8 üstə 1, 9, ondan da 3 çıxar. 15-i 3-ə böləndə neçə qalar? 5. Deməli, bu müstəvilər arasındakı məsafə neçə deyir? 15-dir.